Bugün saat 9'da Azərbaycan-İslanca futbol maçı var. Oyun qabağı həyəcan keçirən Azərbaycan futbolçularının yadına bir möhtəşəm oyunu salmaq istəyirəm. 0-7 hesabı ilə Portuqaliya uduzandan sonra milli komandamız 26 il bundan qabaq Bakıda həmin Luis Figo'nun komandasını qəbul edirdi. Və 51-ci dəqiqədə Zaur Tağzadənin möhtəşəm qolu Portuqalları şoka saldı. O Portuqallar ki, dünyanın o vaxtı ən məşhur komandalarından biri idilər. Ancaq bizim millimiz onlara oyun göstərdi, xarakter göstərdi, meydanda vuruşdular. Son dəqiqələrdə qol buraxıb heç-heçə qazandılar. Ancaq o oyun çox uzun illər millinin tarixində qızıl hərflərlə yazıldı. İndi siz də 0-5-dən sonra uduzmusunuz, başa düşürəm, həyəcan keçirirsiniz, fikirləşirsiniz, necə olacaq, necə olmayacaq. Amma çıxın meydana, yenə də vuruşun, dağıdın, qol vurun. Qol vurmaq nədir? Çətindir, düzdür, amma vurun. Və yadda qalın, tarixə düşün. Zaur Tağzadə kimi.